Davam edirik uşaqlar. Həmin hissədə kəsildi video. Üçüncünün B-sini izah edirdi ki, mətnin əvvəlində verilmiş epiqrafı şərh edin, onu Nobelin həyatı ilə əlaqələndirin. Yəni bunu qeyd eləyək ki, necə əlaqələndirə bilərik? Bir dəqiqə. Mətnin əvvəlində epiqrafı isə göstərək və görək onu nə demək istəyir və Nobelin həyatı ilə necə əlaqələndirə bilərik. Baxın, epiqraf budur. Bu epiqrafdır. Deyir, həyat ana təbiətin bizə bəxş etdiyi qeyri-adi hədiyyə, qiymətli daşdır. Biz bu daşı o qədər cilalamalıyıq ki, onun parıltısı yolumuza işıq salsın. Demək istəyir ki, həyat ana təbiətin bizə bəxş etdiyi qeyri-adi hədiyyədir. Yəni, insan ömrü, insanın yaşamasının özü böyük bir hədiyyədir. Yəni, insan yaşayırsa, dünyaya gəlibsə, bu Allahın bizə bəxş etdiyi bir hədiyyədir. Və biz deyir, bu hədiyyəni elə, necə deyək, cilalamalıyıq ki, yəni elə dəyərləndirməliyik ki, onun parıltısı yolumuza işıq salsın. Əslində, deyir, bunu Nobelin həyatına necə əlaqələndirir? Yəni, burada insan həyatının dəyərindən bəhs edilir. İnsan həyatının necə qiymətli olduğunu, yəni Allahın insana bəxş etdiyi həyatın necə dəyərli olduğundan bəhs edilir. Yəni, burada təbiət deyir də, yəni nəzərdə tutmaqdır ki, Allahın bəxş etdiyi həyat. Yəni ki, uşaqlar, bəs deyir, bunun Nobellə əlaqəsi nə ola bilər? Əslində, biz Nobelin yəni həyatını bu mətnin əsasən 2 hissəyə bölsək, həyatının birinci hissəsi qardaşının vəfatına qədər olan dövr olsun. Həyatının ikinci hissəsi qardaşının vəfatından sonraki dövr olsun. Niyə? Yəni, bunu biz təxminən özümüz belə bölürük. Çünki qardaşı vəfat eləyənə qədər o yəni belə deyək də, dərk etmirdi ki, insanlar onun haqqında bu qədər pis düşüncədədirlər. Yəni onun haqqında pis fikirləşdilər. Amma artıq qardaşı vəfat etdikdən sonra həyatın ikinci mərhələsi başlayanda başa düşdü ki, yəni o düzgün hərəkət eləməyib, dinamiti kəşf eləməklə insanların ölümünə səbəb olubdu, insanların nifrətini qazanıbdı və başlayır artıq o insanların xeyrinə işlər görməyə başlayır, xeyriyyəçiliklə məşğul olmağa başlayır. Başa düşdünüz, əslində epiqraf yəni Nobelin həyatının ikinci mərhələsi ilə bağlıdır. Çünki birinci mərhələdə o insanların ölümünə səbəb olan işlərlə məşğul olur da, dinamiti kəşf eləməklə. İkinci mərhələdə xeyriyyəçiliklə məşğul olur. Yəni onun həyatı ilə belə əlaqələndirərik ki, artıq o qardaşı vəfat etdikdən sonra insanların onun haqqında olan düşüncələrinə görə peşman olur və xeyriyyətçi işlərlə məşğul olmağa başlayır. Sonra C-də nə deyir? Deyir, Nobel sülh mükafatı mətnini müşahidə edin, illüstrasiyalara nəzər salın. Bu illüstrasiyalar bədii mətnlərə çəkilmiş illüstrasiyalarda nə ilə fərqlənir? Uşaqlar, diqqət edin, fikir verin. Ümumiyyətlə bilirik ki, mətnlər bədii mətn olur, qeyri-bədii mətn olur. Nobel sülh mükafatı bədii mətn deyil, qeyri-bədii mətndir. Bədii mətndə məcazlar olur, çoxlu məcazi mənalı sözlərdən istifadə olunur. Yəni orada emosionallıq daha çox olur. Amma qeyri-bədii mətnlərdə daha çox reallıq özünü göstərir. Yəni həyatda olan real hadisələr, informasiyaların dəqiqliyi özünü göstərir. Yəni konkret şəkildə görürsünüzmü? İl göstərilir, tarix göstərilir, hadisənin zamanı qeyd edilir. Yəni Nobel sülh mükafatı mətni də qeyri-bədii mətndir. Çünki burada reallıq özünü göstərir. Qeyd edir ki, illüstrasiyalar nə ilə fərqlənir? Yəni, gəlin illüstrasiyalara nəzər salaq. İllüstrasiya o kitabın ətrafında şəkillər verilibdir, o nəzərdə tutulur. İllüstrasiyalar. Həmin hissəni açaq. Baxın, Nobelin şəkli təsvir edilibdir. Reallıq var burada. Yəni o göstərilibdir. Deməli bu qeyri-bədii mətndir. Daha sonra illüstrasiyalara deyir, nəzər salın. Daha sonra bu şəkildə vəsiyyətnamədir. Reallıq əks olunubdur. Yəni öz yazdığı vəsiyyətnamə təsvir edilibdir. Yəni görürsünüz, həqiqətə uyğundur və həmin mükafatın şəkli göstərilibdir. Bir də sizə bir şey qeyd edelim uşaqlar. Burada bayaqları biz videoda onun şəkli gördüm, yadıma düşdü. Doğum ölüm tarixini hesablayırdıq. Hətta əgər siz Rum rəqəmlərini bilirsinizsə də,
Görəcəksiniz ki, kitabda yaxınlaşdırın, diqqətlə görəcəksiniz. Burada ölüm və doğum tarixləri qeyd edilibdir. Baxın, mini necə göstərirdik? Məsələn, M hərfindən göstərirdik. D nəyi göstərdi? C nəyi göstərdi? Baxın, burada hamısı bir-bir qeyd edilibdir. Yəni, Rum rəqəmlərindən sizə göstərilibdir. Diqqətlə baxsaz görəcəksiniz. Yəni, sayı keçəndə siz bunları öyrənmişsiniz ki, M hərfi 1000-i göstərir, D hərfi 500-ü göstərir, C hərfi 100-ü göstərir, L 5-i göstərir. Başa düşürsünüz? Sonra bu X formasında olan və yaxud da X-ya bənzətdiyiniz onu göstərir. Yəni bunları nəzərə alıb artıq baxın burada göstərilibdir. Həm doğum, həm də ölüm tarixi bu illüstrasiyanın üstündə qeyd edilibdir. Reallıq var, bəli. Ona görə də qeyri-bədii mətnə aiddir. Sonra digərinə baxaq. Bəli, elə 3 dənə illüstrasiya qeyd edilmişdi və hər üçünə nəzər saldıq. Və bunlar həqiqətə uyğun olduğuna görə, real olduğuna görə qeyd etdik ki, bu mətnimiz də qeyri-bədii mətndir. Sonra illüstrasiyalar nə ilə fərqlənir? Həqiqəti əks etdirməsi ilə fərqlənir. Desəz ki, müəllimə, bəs bədii mətn necə olardı? Baxın uşaqlar, məsələ tutalım ki, elə nağıllar var ki, ədəbiyyatda tülkünün nağılını qeyd ediblər elə. Tülkünün nağılında görürsüz ki, üstündə necə deyək? Yəni onun əlində hər hansı bir mətbəx əşyası, əlində hər hansı bir mətbəx əşyasını tutubdu. Hətta önlük, döşlük olur üstündə. Baxın, axı bunlar real deyil. Yəni tülkünü elə canlandırmaq real deyil. Baxın, o bədii mətnə aiddir. Amma həqiqəti əks etdirdikdə qeyri-bədii mətn olur. İndi digəri ilə davam edirik. Deyir ki, bunu belə göstərim, siz də görəsiniz. Şəkilaltı şərhləri mətndəki illüstrasiyalarla uyğunlaşdırın. Alfred Nobelin öz əli ilə yazdığı vəsiyyətnamə. Yəni o neçənci şəkil idi? Kitaba baxın, orada hansı qeyd edilibdir? Neçənci şəkildə onun əl yazması qeyd edilibdir sıra ilə yuxarıdan aşağı gələndə? Neçənci şəkildə qeyd edilib? İkinci şəkildə. Sonra Nobel fondunun sifarişi ilə hazırlanan mükafat modeli bu axırıncı idi, üçüncü şəkil idi. Alfred Nobelin şəkli də birinci idi. Yəni birincidə yazılanın qabağına yazırsınız ikinci şəkil, ikincidə yazılanın qabağına yazırsınız üçüncü şəkil, 3 qoyub Alfred Nobel yazılanın da qabağına yazırsınız birinci şəkil. Sonra haşiyələrdə verilmiş məlumatlara diqqət yetirin. Haşiyələrdə verilmiş məlumatlar, yəni kitabın aşağı hissəsində göstərilənlərdir. Mətndəki hansı şəxs və ya hadisə ilə bağlı əlavə məlumat almaq istəyirsiniz? Uşaqlar, indi bunu sizə qeyd edim. Baxın, haşiyə bunlardır. Haşiyə çıxılmış. Baxın, aşağıda göstərilənlər. Baxın, bunlar haşiyədir. Üstünə 2 qoyub, 3 qoyub, digər səhifədə 1 qoyub. Haşiyə bunlardır. Deyir, nə üçün haşiyə? Haşiyə nə demək? Yəni, bunlar əlavədir. Əlavə verilən məlumatlar bunlardır. Sonra həmin, deməli, sualımızda digərini cavablandıraq. Yəni, haşiyə niyə çıxırlar? Çünki əlavə məlumatlardır. Əlavə məlumatlar da kənarda verilir. O nəzərdə tutulur. Mətndəki hansı şəxs və ya hadisə ilə bağlı əlavə məlumat almaq istəyərdiniz? Henri Dunant haqqında ola bilər, qardaşı Ludwig haqqında ola bilər. Yəni, belə adlar qeyd edə bilərsiniz. Daha sonra burada dinləmə veribdir. Dinləmə sülhməramlı yardım təşkilatı. Uşaqlar, dinləməni yəni dinləyəcəksiniz, oxuyacaqsınız. Orada nədən söhbət gedir? Qısa şəkildə onu sizə qeyd edərəm. Bu tapşırıqları qutaraq. Sonra qeyd edir ki, Nobel fondunun əsasnaməsinə seçilmiş maddələr oxuyun. Sizcə nə üçün mükafatın verilmə qaydaları dəqiqliklə tərtib olunub? Bilirsiniz niyə dəqiqliklə qeyd edirlər? Sonra hər hansı bir anlaşılmazlıq baş verdikdə, nəsə həmin qaydalara tabe olmayan bir hal baş verdikdə, bu əsasnaməni əllərində göstərsinlər ki, yəni əsasnamə nədir? Qayda. Yəni qayda, qanun budur. Buna riayət eləmək lazımdır. Başa düşürsünüz? Yəni istinad eləsinlər ki, əslində verilənlərə əməl etmək lazımdır. Hər hansı anlaşılmazlıq, hər hansı bir qayda pozuntusu baş verəndə sübut kimi, yəni bu verilənlərdən istifadə eləsinlər. Ona görə dəqiqliklə tərtib olunur. Daha sonra İlin şagirdi, yəni bu tapşırıqda qeyd edək ki, deyir, birlikdə müzakirə sinifiniz üçün ilin şagirdi müsabiqəsinin əsasnaməsini hazırlayın. Yenə deyir, əsasnamə nədir? Qayda tərtib etmək. Belə bir qayda hazırlaya bilərsiniz. Qeyd edim.
Deməli uşaqlar, başlığı belə yazırsınız. Burada nümunə verilib. Bu bir nöqtə qoyulanı yazın. Müsabiqənin qalibi aşağıdakı tələblərə cavab verilməlidir. Sonra 1.1 qoyun yazın ki, şagirdin davranışı, əxlaqi keyfiyyətləri təqdirə layiq olmalıdır. Bunu yazdınız. Sonra 1.2 qoyun, bunu yazın. Fən olimpiyadalarında iştirak etməlidir. Sonra 1.3 qoyun, yazın məktəbdaxili qiymətləndirmənin nəticəsi yüksək olmalıdır. Məktəbdaxili qiymətləndirməmiz nədir? BSG-lər, KSG-lər. Başa düşdünüz? Yəni belə yaza bilərsiniz. Yəni bunu nümunə kimi özümdən dedim ki, 1.1, 1.2, 1.3 artıra da bilərsiniz. Belə qoyub yaza bilərsiniz. İndi sizin dinləməniz haqqında qısa məlumat verim. İndi uşaqlar, deməli kitabdakı dinləməniz haqqında da Sülh Məramlı Yardım Təşkilatı haqqında da qısa məlumat verək. Hərəsinə də aid 5 sual, daha doğrusu mətnə aid 5 sual izah eləyək, videonu tamamlayaq. Deyək, bir gün İsveçrəli iş adamı xeyriyyətçi Anri Düna səfərə çıxır. Yolu müharibə olan ərazidən keçir və Salferino adlı kənddə müharibənin törətdiyi dəhşətlərin şahidi olur. Anri görür ki, məğlub olan tərəf geri çəkilmiş, minlərlə yaralı insan köməksiz qalmışdı. O yaralılara yardım etməyə başlar, amma tezliklə başa düşür, tək başına hamıya kömək edə bilməyəcək. Odur ki, deyir, əskərlərin qarşısına çıxır və yaralılara aman verin. Axı biz hamımız insanıq, yəni bu sözləri deyir və beləliklə deyir, qarşı tərəf hücumu dayandırır və yaralı əskərlərə kömək etməyə başlar. Amma uşaqlar, Anri Dünan bundan kifayətlənmir və Salferino Xatirələri adlı əsər yazır. Yəni o əsərini yazır. Əsərini yazmaqda məqsəd nə idi? Düşünür ki, belə vəziyyətdə insanlara yardım edən beynəlxalq təşkilat yaradılmalıdır. Həmin təşkilatın yaradılmasını istədiyi üçün bu əsəri qələmə alır və tezliklə də dünyada məşhur olur. Həmin bu ideyanın tərəfdarlarının sayı günbəgün artır. Nəticədə 1863-cü ildə yazıçının arzuladığı təşkilat Beynəlxalq Qızıl Xaç Komitəsi yaranır. Həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti də bu beynəlxalq təşkilatın üzvüdür. Azərbaycan Qızıl Aypara Cəmiyyəti 1920-ci il mart ayının 10-da yaradılmışdır. Təşəbbüskarı general Əlağa Şıxlınski olmuşdur. Həmçinin generalın xanımı Nigar xanım isə Azərbaycanın ilk könüllü tibb bacısı kimi döyüşlərdə yaralanmış əskər və zabitlərə tibbi yardım göstərmişdir. Xocalı soyqırımı zamanı Azərbaycana gələn Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq edərək bütün qaçqın və məcburi köçkünlərə kömək etmişdir. Ümumiyyətlə, vaxta qənaət olsun deyə bunu belə səsləndirirəm, əsas yerlərini. Yadınızda saxlayın uşaqlar, həmçinin müəllim deyəndə diqqətlə qulaq asın. Hazırda təşkilat dünyanın bütün ölkələrində fəaliyyət göstərir. Bu təşkilata milyonlarla könüllü dəstək olur. 1869-cu ildən bu günədək Beynəlxalq Qızıl Xaç Komitəsi dünyada baş verən müharibələrdən, daşqın, zəlzələ, epidemiya, aclıq və sair fəlakətlərdən zərər çəkən insanlara yardım etməkdə davam edir. Buna aid hansı sualları yaza bilərsiniz? Yaza bilərsiniz ki, Anri Dünan kim idi? Yəni iş adamı yaza bilərsiniz cavab olaraq. Sonra əsər nədən bəhs edirdi? Yəni əsər nədən bəhs edirdi? Qızıl Aypara Cəmiyyəti nə vaxt yaradılıbdır? Nigar xanım kim idi? Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycana nə zaman gəlir? Xocalı faciəsi zamanı gəlir təbii ki. Nigar xanım kim idi? Səsləndirdik cavabını. Qızıl Aypara Cəmiyyəti nə vaxt yaradıldı? Bunu da qeyd etdik. Yəni bunları nəzərə alıb belə suallar qura bilərsiniz, suallar yaza bilərsiniz. Təbii ki, başqa suallar da tərtib eləyə bilərsiniz. Məsələn, qeyd etsək ki, Salferino Xatirələr əsərini kim yazmışdı? Sual yaza bilərik. Və yaxud da Salferino Xatirələr əsəri nədən bəhs eləyir? Və s. kimi uşaqlar istədiyiniz sualları tərtib eləyə bilərsiniz. Bu qədər.